Ütülənməsi çətin olsa da, tez-tez qırışsa da, geyim seçimində həm xanımların, həm də bəylərin ən çox müraciət etdiyi parçalardandır kətan. Amma bazarda kətan adı altında saxta məhsullar da var. Bugün Barkod rubrikasında bunu özünü araşdıracağıq. Sağlamlıq baxımından, həm keyfiyyət baxımından kətan paltarlara üstünlük verilir deyə bilərəm. Ona görə də əsasən yay aylarında paltarların kətan olmasına xüsusi diqqət yetirirəm. Sərin saxlayır. Yay aylarında mütləq istifadə edirəm. Əsasda şalvar kimi. Kətan paltar alarkən paltarın əynində yaxşı oturmasına, təmizliyinə, parçanın keyfiyyətinə, bu üzvlərə necə deyim, dəyər verirəm. Geyimlər aralığında əsasən kətan geyimlərində sərinliyinə fikir veririk, materialın keyfiyyətinə və əsas odur ki, tərkibi sintetik olmasın, çünki dəri xəstəlikləri çox yayılır. Mən yayda hava isti olduğunu görə belə hər cür paltarı geyinmək olmur. Ona görə insanların çoxsu kətan paltarı üstünlük verir. Mən də düşünürəm ki, insan orada özünü daha rahat hiss eləyir. Bədəni sərin saxlayan, nəfəs alan bu material həm də ekoloji baxımdan təmizdir və antibakterial xüsusiyyətlərə malikdir. Amma bazarda hər kətan dediyimiz parça əslində kətan olmaya bilər. Bəzən sintetik liflər kətan adı ilə satılır. Əsl kətanı ayırd etmək isə həm məlumat, həm də diqqət tələb edir. Hal-hazırda tekstildə ən çox bəyənilən, ən çox satılan materiallardan da biridir. Ona görə ki, onun üzərində olan qat antibakterial bir qat yaradır. Onu geyinən insanın bədəninə mikrob daha az təmas eləyir. Qırışması təbii haldır, ona bir estetiklik yaradır və kətanın da müxtəlif rəngləri və parlaqlığı var. Bu da ona bir özəllik qatır. Təbii kətan parça ilk baxışda tez büzülə bilər. Lakin bu, onun zəifliyi deyil, təbiiliyinin göstəricisidir. O, dərini qıcıqlandırmır, nəfəs alır və isti havada bədəni sərin saxlayır. Kətan niyə qırışır? Qırışmayan kətan təbii olmayan kətan deməkdir. Əgər tərkibində sintetikası varsa, pambığı varsa, mütləq şəkildə o qırışmayacaq. O da kətanın təbiiliyini aradan götürür. Daha çox təbii toxunuş, daha sağlam seçimlər. Bugün Barkod rubrikasında kətanın keyfiyyətini araşdırdıq. Gələn buraxılışlarda görüşmək ümidi ilə. Mübariz Zəki, Emin Tağıyev, Telesəhər.